Aha, xəstəmizin vəziyyəti yenə dəyişdi. Xəstədə monitorda ritm dəyişikliyini görürük. Pasiyenti yoxlayırıq. Pasiyent əgər huşu özündədirsə, nəbzi özündədirsə, o zaman biz onun hemodinamik qeyri-stabillik əlamətlərinin olub-olmamasını təyin edirik. Əgər hemodinamik qeyri-stabillik əlamətləri varsa, o zaman təcili sinxron kardioverziya lazımdır. Yaxşı olardı ki, sedasiya edək. Mütləq sinxron düyməsini sıxırıq və burada sensor markerlərin QRS kompleksinin üzərində olmasını təyin edirik. Daha sonra enerji seçirik. Enerji 100 joule ventrikulyar taxikardiya üçün, geniş kompleksli taxikardiya üçün ilkin seçimdir. Charging yükləmə düyməsini seçirik. Pasiyentdən uzağa dururuq və əlimizi sıxıb saxlayırıq ki, ta ki sinxron kardioverziya olunsun. Diqqət edin, 1 saniyə müddət keçəndən sonra şok verildi.